Deməli, burada sualda bizə deyir ki, hansı halda şəkildə göstərilən M konturunda saat əqrəbi istiqamətində axan induksiya cəryanı yaranır? Təbii ki, K açarı açıqdırsa, buradan cəryan keçmir. Cəryan gərək gəlib buradan geçsin ki, induksiya cəryanı yarana bilsin. Deməli, K açarı qapananda yaranır. Bunu götürürük. İndi gedirəm. K açarını dedim bağladım. Bağlayanda yaranacaq. Necə yaranacaq? İndi ona baxırıq. Buradan gəlir cəryan. Bu reostatdır uşaqlar. Bunun üstündə naqil məftil kimi dolanıb belə. Cəryan buradan keçir. Belə gəlir. Gəlir. Bax, bu istiqamətdə gedir. Fikir verdiniz. Uşaqlar, bunun içində bir həlqə var. Bax. Həmin həlqənin də burada neyi dəyişilir? Bilirsiniz ki, cəryan axan naqilin ətrafında maqnit sahəsi yaradır. İndi bu həlqənin də öz maqnit sahəsi var. Aydın oldu. Cəryan keçəndə o maqnit sahəsini təsir edir. Həmin maqnit belə deyək, sahəsinə təsir edir. Və o təsir nəticəsində induksiya cəryanı yaranmağa başlayır. Bizim ana cəryan sadə əqrəbi istiqamətində axırsa, induksiya cəryanı nə edəcək? Onun əksinə, yəni protiv getəcək ona. Onun əksinə axacaq burada artıq. Aydın oldu. Və bu zaman nə baş verəcək? Burada induksiya cəryanı yaranmış olacaq. Bildik ki, dövrədən cəryan buraxanda həlqədə induksiya cəryanı yarandı. Bunu başa düşdük. İndi yaxşı. Deyir ki, 3-cü bənddə. Siz deyir, qapalı dövrədə reostatın, bunu mən silmək istəyirdim, belə oldu ki. Deyir, siz bu qapalı dövrədə reostatın sürgüsünü sağa sürüşdürsəz, induksiya cəryanı yaranacaq. Gəlin sürüşdürək uşaqlar bu sağa. Sağa sürüşdürəndə artıq cəryan buradan gəlir. Buradan keçir, bax. Gördünüz, bayaqlarım cəryanın getdiyi yol uzun idi. Bax, fikir verin. Cəryan gəlirdi, fırlanırdı, sonra çıxdı dövrədən. İndi isə yolu azaldı. Cəryanın yolu azaldı. Bilirsiniz də, cəryanın yolu azalanda daha yaxşı gedir. Yəni, öz qiymətini, dəyərini saxlayır. Bu da niyə görə belədir? Bilirsiniz ki, müqavimətin öz düsturu rho L bölünsün S-dir. Yəni, uzunluq artanda müqavimət neyiniyir? Uşaqlar, artır. O yüzden də cəryan şiddəti neyiniyir? Azalır. Yəni, cəryanın yolu uzananda azalır. Və naqilin uzunluğu biz burada azaltdıq, gördüyümüz kimi. Yəni, artıq cəryan uzun yol getmədi. Gəldi, daha qısa yol getdi. Qısa yol getdiyi zaman, yəni buradan gəldi, fırlandı, bir dənə quruq elədi, getdi. Qoşuldu dövrəyə, sağa sürüşdürəndə. O zaman müqavimət də azaldı. Müqavimət azaldısa, cəryan şiddəti artdı. Bilirsiniz də, I bərabərdir U bölək R düsturumuz var. Yəni, cəryan şiddətinə müqavimət tərs asılı qalır. Dövrənin gərginliyi sabit qaldığı halda. Всё. Buradan gəldik. Cəryan burada nə qədər güclü axsa, bir o qədər ətrafında maqnit sahəsinin o qədər neyiniyir? Dəyişir. Aydın oldu. Dəyişəndə induksiya cəryanın qiyməti də axı onu azaltmağa çalışır. Aydın oldu. Və o da onun misli qədər artır. Aydın oldu. Bu formada yönəlir. Yəni, saat əqrəbinin əksinə yönəlir. Aydındırmı? Deməli, cavab olur 1, 1-də 3. İnduksiya cəryanı yarandı. Nə zaman? Qapalı dövrədə biz sağa sürüşdürəndə cəryan artdı dövrədə. Həmin artan cəryan halqada induksiya cəryanı yaranmağına səbəb oldu. Bir də K açarını bağlayanda yenə də cəryan gedir. Prosta bu bizim ikinci cəryandan daha da azdır, belə deyək dəyəri. Aydın oldu. Çünki birinci halda K açarı buradaydı. Cəryanın getdiyi yol uzun idi. Ona görə deyirəm. Belə.